Var bir sual verim şey. Olar. Bu ümumi şeylerde yani onun kitaplardan fəlakət tapılmamışdır. Bu Darülislam, Darülküfür barəsində. Tövsiyə elərdim ki, qarışmayın. Bu Onun məlumat kimi. ümumi məlumat kimdə heç qarışmaq məsləhət deyil. Bu bir fitnədir, ortaya çıxıb və İslamda məsləhətdir ki, fitnə zamanı qaçasan. Mən buna fitnə kimi baxıram, girişməyin. Heç maraqlanmayın ümumiyyətlə. Bizdə var elə, məsələn, elə qardaşlar ki, zəiflikdəndir, nədəndir, görürsən, bəzən çaşdırırlar ki, məsələn, görür, əməli olmayan insana deyir, mən ona nətər müsəlman baxım, yəni, bu içimizdə də var, yəni elə bir ümumi qısa şəkildə. Hamısı bunun savadsızlıqdan, elmsizlikdən və elə bil ki, əsas hikmətsizlikdən iləri gələn şeylərdir. Çünki İslam dinində məsələlər var ki, onun əhli danışmalıdır. Sən bugün, əgər ixtisasın tibbdirsə, gəlib maşının motorundan danışsan, gülməli gələcək. Sən ola bilirsin ki, danışasan, amma o ixtisas sahiblər sənə qulaq alsanda güləcək. Ola bilsin ki, sən filtrə, korobka deyəsən. Deyəcək, bu nə danışır? Bu da həmin məsələdir. Yəni, bugün o danışan insanlara bir yanaşıb desəniz ki, gəl bir Quran ox görək, bacarırsan mı? Baxarsan ki, Quranı təhqir eləyir. Deyəcək, elə bunu oxumaq lazımdır ki, yəni, illa da mən fətva verməyim üçün, elmdən danışmağım üçün Quran oxumağım şərtdir. Mən deyərdim ki, şərtdir. Sahabələr Quranı öyrənməmiş, başqa bir elmə keçməzdilər. Abdullah bin Məsud deyir ki, biz, yəni sahabələr, 10 ayəti əzbərləyib, onun içindəki mənaları əməl etmədikcə, o birisini 11-ciyə keçməzdik. Və Qurana belə yanaşarlardı. Və o insanlar ümumiyyətlə qaranlıq məsələlərə, hansı ki, onda danışmaq təhlükəlidir, hədd hududumuz yoxdur, bacarmırıq, o məsələləri qaldırmağa çalışırlar ki, hətta desinlər ki, bax, biz də varıq sahədə. Biz bilirik, siz gizlətirsiniz. İttihamlar atsınlar ortaya. Qardaşlar, hədd lazımdır. Məsələ, burada Azərbaycan kimi ölkədə, yəni ən yüksək İslami elm əhli, yəni ki, onlar o dərəcəyə çatmayıblar ki, hətta bu məsələləri girsinlər. Onların da bacardığı, danışa bildikləri, danışmağa qadir olduqları məsələlər var. Onu aşa bilmirlər. Ona görə ki, o məsələlərdən danışmaq üçün uzun bir müddətdə İslami elmdə təhsilim olmalıdır. Ona görə bu da ədəbdəndir ki, o məsələləri, böyük məsələləri böyük insanlara buraxasan. Alimlər danışa. 40 il, 50 il bu elm yolunda, din uğrunda saçını ağardan insanlardan soruşasan. Və bu qiyamət günün əlamətlərindəndir. Ümumiyyətlə, Peyğəmbər s.ə.v deyir ki, İmam Əhməd ibn Həmbəlin Musnəd kitabında rivayət etdiyi hədisdə, deyir, qiyamət günü yaxın insanlar peyda olacaq. İnsanlar çıxacaqlar və bu dinin adı ilə danışacaqlar. Deyir, onlar, böyüklər dura-dura onlar danışacaqlar. Və o danışmaqları ilə, hədisin mənası budur ki, o danışmaqları ilə, o ədəbsizlikləri ilə həm özləri cəlalətli olacaqlar, həm də insanları özləri ilə bərabər cəlalətə aparacaqlar. Bu, hansı dövrdə bu varsa, ümumiyyətlə, o dövrdə ehtiyatlı olmaq lazımdır. Yəni, böyük alimlər ola, böyük alimlərin dayanacağı və yaxud ehtiyat etdiyi məsələlərdə onların dırnağı qədər olmayan və yaxud onların yarılar qədər olmayan biriləri, onların dayandığı məsələ danışması orada fitnənin çoxalmasının əlamətlərindəndir. Və bugün, qardaşlar, önəmli olan odur ki, gərək hər insana öz həddini, məhdudiyyətini verəsən. Bir insana bax, gör ki, nə qədər, hansı məsələlərdə danışmağa malikdir. Bu Darul İslamdır, bu Darul Kufurdur. Ondan sormasında, burada cihad fardu ayndırmı, orada fardu kifayədirmi? Orada bunun hökmü nədir? Bunlar kəsdiyini yemək lazımdır, kəsdiyini yeməmək lazımdır. Bunların əsli müşrikdir, bunların əsli muvahhiddir. Belə məsələlər hökm məsələlərdir. Və burada bizim kimi dəvətçi qardaşlar, elm tələbələri, aydındırmı? Bu məsələləri ümumiyyətlə elm əhlinə buraxırıq ki, bu məsələlərin arxasında onlar dura bilərlər. Onlar hökm verə bilərlər, onlar bunu bəyan edə bilərlər. Və bizdə o qədər kontur yoxdur. Və bizə də zaman lazımdır ki, onun məsləhətini, məfsədətini və onun incəliklərini öyrənə bilək. Və ona görə İslam dinində, məsələn, sən kəlmə şəhadəti bilməyən insana gedib zəkatın əhkamından danışsan, hikmətsizlikdir bu. Birinci kəlmə şəhadət lazımdır, ondan sonrasına namaz qılmaq lazımdır, ondan sonrasına zəkat məsələsidir.
Bu da həmin məsələyə bənzəyir, əziz qardaşlarım. O danışan insanlar da baxsanız, çox məsələlərdən xəbərləri yoxdur və hamısının üstündən atlanıb bu məsələnin üstə cumurlar. Və bizim də elə bir ki, insanlara çatdırası məsələlərimiz nə qədər çoxdur, onları çatdıra bilmirik. Bizi də ondan yayındırıb, ona deyiblər ki, bunu etməlisiniz. Ortada deməli biraz hikmətsizlik var. Ona görə mən özəl tövsiyəm odur ki, yəni ki, problemli məsələlərdən qaçasınız, alimlərə aid olan məsələləri alim olmayan insanlardan soruşmayasınız və sizə aid olan məsələlərə yanaşasınız və sizə aid olmayan məsələlərdən ilandan qaçan kimi qaçasınız. Bunu tövsiyə edirəm. İxlasla.com saytı tərəfindən təqdim olundu.